Salam aleykum. Birinci sualı nəzərdən keçirdək. Demək, burada natrium hidrosulfat 500 ml 2 molardır. Yəni V bərabərdir 500 ml. Bu 0,5 litrdir. C bərabərdir 2. Buradan maddə miqdarı bərabərdir C vur V. 0,5 vur 2. Bu 1 mola bərabərdir. Yəni ki, natrium hidrosulfat 1 moldur. Natrium hidrosulfat disasasiya eləyir natrium katyonuna və hidrosulfat anionuna və burada birinci mərhələnin disasasiya dərəcəsi 80%, yəni 1 mol vurulsun 80 bölünsün 100. Bu zaman bu 0,8 mol sərf olacaq. Təbii ki, 0,8 mol natrium, 0,8 mol da hidrosulfat alınacaq. İkinci mərhələdə artıq hidrosulfat anionu hidrogen katyonuna və sulfat anionuna disasasiya eləyəcək və burada disasasiya dərəcəsi 50%-dir. Təbii ki, natrium olduğu kimi qalacaq ionları, amma hidrosulfat disasasiya eləyəcək 0,8-in 50%. Yəni 0,8 vur 0,5. Yəni 0,4. Artıq hidrosulfat 0,8 deyil. Onun 0,4'ü getdi, disasasiya qaldı 0,4'ü. Və hidrosulfatın 0,4'ü disasasiya edəndə 0,4 hidrogen iyonu, 0,4 SO4 iyonu əmələ gəlir. Vəssalam. Sonda 0,8 natrium iyonu, 0,4 hidrosulfat qaldı, 0,4 hidrogen və 0,4 SO4. Ümumən bu iyonların cəmi 2-yə bərabər olacaqdır. İkinci sual nəzərdən keçirdək. Deməli, CaHB. Burada deməli, karbonun kütlə payı 90%-dir. Karbonun üstünə 90% yazıram. Hidrogen onda 10% olacaq. Formul tapmaq üçün hər kəsin deməli, kütləsini və də faizini öz ayərinə bölürəm. Bu eləyir deməli 7,5. Bu eləyir 10. 10'a vuranda bu 75 eləyir. Bu 100 eləyir. 25'e böləndə 3, 4. Deməli, bu oldu. Karbon 3, H4 yazıram deməli. Karbon 3, H4, karbon A, HB idi. İndi isə deməli karbon X, HY. Karbon yazıram, hidrogen yazıram. Karbonun kütlə payı 80'dir. Hidrogen deməli 10'da olacaqdır 20. Bunu bölürəm 12'yə, yəni hər kəs öz ayərinə bölürəm. Bunu da 1'ə bölürəm. Burada bundan bu getdi ixtisara. Burada qaldı 4. Burada qaldı 1. Bundan bu getdi. Burada qaldı 1. Burada qaldı 3. Yəni bu 1 bölünsün 3'dür. Bu 1 bölünsün 1'dir və sonra çarpaz yerini dəyişirik. Karbon indeksində 1. Hidrogen indeksində 3 olur. 2'yə vuranda, yəni belə bir formul yoxdur. Bu bəsit formuldur. Olacaq karbon 2H6. Sübut da eləyir ki, həqiqətən karbon 24'dür, molyar kütlə 30'dur. Bu 80% eləyəcəkdir karbonun kütlə payı. Yəni bunu ödəyir. Deməli, bizə lazım olan karbon XHY də karbon 2H6 olacaqdır. Və biz bunların mollarını bilmirik. Ona görə də burada əsasən birinə yazıram N mol, birinə yazıram M mol. Və burada qarışıq 14 qramdır. Deməli, N mol karbon 3H4 40 N. Üstə gəl aşağıdakı 30 M bərabərdir 14. 8,96'nı bölürəm 22,4'ə mola gətirirəm 0,4. Yəni N mol üstə gəl M mol bərabərdir 0,4. M bərabərdir 0,4 çıx M. 40 vurulsun N'in yerinə 0,4 çıxılsın M. Üstə gəlinsin 30 M bərabərdir 14'ə. Buradan deməli 16 çıxılsın 10 M bərabərdir 14. 10 M bərabərdir deməli 2. M bərabərdir 0,2. Təbii ki, N də 0,2 olacaq. Hər ikisi deməli 0,2 mol olacaq. Üçüncü sual nəzərdən keçirdək. 3 mol oksigen və əlavə olunan 1 mol helium. Orta molə kütlə 3/32, üstə gələk 1 vurulsun helium 4'dür. Aşağıda molların cəmi. Bu eləyir deməli 25. Və hidrogenə görə, sıxlıq dediyinə görə
25 bölünsün 2. Bu da 12 tam onda 5 edəcək. Doğru cavab B bəndi olacaq. Dördüncü sual nəzərdən keçirdək. Təbii ki, əlavə yarım qrup belə başlayır. 1S2, 2S2, 2P6, 3S2, 3P6. Bura qədər hamısında eynidir. Bu hissə bilinmir. Və P görürsünüz ki, burada 12 dənədir. Burada nə ilə işarə olunub? 2A ilə. 2A bərabərdir 12, A bərabərdir 6. Yəni S6 dənədir bu iyonda. 2, 4, 6. Düzdürmü? Deməli, burada da qabaq deməli 2 imiş ki, müsbət 2 olandan sonra o gedib 6 dənə S qalıb. Dedə ki, burada A-nı mən 6 tapmışdım. 6-dan 1 çıxanda 5-dir. Bu 3-də 5, 4S2 imiş atom formasında. Müsbət 2 olandan sonra bunu itirib, ona görə burada D5 dənə qalıb, S6 dənə, P-də 12 dənə. Yəni bu əvvəl 3D5, 4S2 idi, 4-cü dövr 7-ci B qrupu. Doğru cavab C bəndi olacaq. 5-ci sual nəzərdən keçirdək. Y birləşmədə yalnız -1 olur. Bəli, Y 7-ci qrupdadır, -1-dir. Bu doğrudur. Bizdən səhvi soruşur. X və Z arasında əmələ gələn birləşmənin 1 molunda 118 elektron var. X deməli 3-cü qrupdadır, valenti 3-dür. Z 7-ci qrupdadır, 8-dən 7 çıxanda 1 bu olur, X Z3. X-in elektronu, yəni protonu 2-8, baxın 3-cü dövr, 3-cü qrup. Baxın 3-cü dövr, yəni bu 13 eləyir. Z maraqlı, Z 4-cü dövrdədir. 7-ci qrupda da axıra 7 yazıram. Əvvələ 2 yazıram, sonra 8 yazıram. Mən demişdim 4-cü dövrdə ehtiyatlı olun. Əgər axırıncı xəttdə 1 və ya 2 olsa, yəni qrup 1 və 2 olsa, onda mən 3-cü xəttə 8 yazacağım. Yox, 2-dən çox olsa, onda 18 yazacağım. Mən bunu dərsdə demişəm. Bu elə də 35. Bunun da protonu oldu neçə? 35 və bunların 13 üstəgələ 35 vuruş 118 edir. Bu da doğrudur. Mənə səhv lazımdır. Deyir ki, Z-in maksimum oxidləşmə dərəcəsi müsbət 6-dır. Z 7-ci qrupdadır. Maksimum müsbət 7-dir. Bu səhvdir. Z-in nüvəsinin yükü müsbət 15-dir. Xeyr, bayaq dedim ki, 35-dir. Bu da səhvdir. T deməli 3-cü dövr 5-ci qrupdur. Bunun protonu 15, yəni elektronu 15-dir. Elektron 3S2, 3P3-dür. 3 dənə tək elektronu var. 3 də 15-in 20%-ni təşkil edir. Ən güclü qeyri-metal X-dir. Xeyr, X metaldır. Ona görə bu da səhvdir. Ona görə 5-ci sualda doğru cavab deməli 3, 4, 6, yəni Y bəndi səhvi soruşdan Y bəndi olacaq. 6-cı sual nəzərdən keçirdək. Deməli, çink, üstəgəl, Y, NO3, çink nitrat, üstəgəl, Y, əmsallaşdıraq. İndi burada görürsünüz ki, 6-dan %2 vur, 10-22, yəni 0,1 mol elektron alınıb. Qayda var, belə bir qayda var. Elektron nə qədər veriləcəksə, o qədər də alınacaq. Yəni, reduksiyacı nə qədər elektron verirsə, oksidləşdiricə o qədər alır. Ona görə ürəyin hansına istəyir baxa bilərsən. Çink müsbət 0, çink 0-dan gəlir 2-yə, müsbət 2-yə 2 elektron verir və yaxud da onda oksidləşdirici də 2 elektron alacaq da, yəni eyni şeydir. Bu zaman 7,55 qram artım olur. Artımın altından nə yazacağıq? Metalların kütlələrinin fərqi. Böyükdən kiçik çıxacam. İndi bu 2Y-dir. Bu da 65-dir. Bilmirəm 65-dən 2Y çıxım. Yoxsa 2Y-dən 65-i çıxım. Yəni böyükdən kiçik çıxmalıyım. İndi hansı böyükdür burada? Burada yazıb artım. Artım o deməkdir ki, sağdakı böyükdür. Ona görə sağdakından çinki çıxacam. Vəssalam, artıq buradan biz 0,1-ə 7,55, 2-yə 2Y-65, Y buradan 108-ə bərabər olacaq. Doğru cavab D bəndi olacaqdır. 7-ci sualda bu karbonlar sp3 vəziyyətindədir və bu sp3 də qeyri-polyardır. Bu doğrudur. Amma bu oksigen hidrogen arasında polyar kovalentdir. Hidrogen rabiti 3 nöqtə ilə göstərilir. Ona görə burada doğru cavab 1 ilə 3 olacaq. 7-ci sualda C bəndi olacaqdır. 8-ci sual çox vacib sualdır. Diqqətlə qulaq asın. Dərsdə bu barədə dəfələrlə demişəm. Burada çox dəqiq olmaq lazım. Baxın, diqqətlə qulaq asın. Burada A-la C-nin sabit qiyməti fikir verirsiniz. A-da dəyişmir,
Birinci ilə ikinci təcrübədə C də dəyişmir. A ilə C-nin sabit qiymətində B ilə sürəti münasibətinə baxaq. A ilə C-nin sabit qiymətində B 2 dəfə artıb, amma sürət dəyişmir. Bu demək ki, sürət B-ni vecinə almır. Bu demək ki, sürət B-ni düsturunda yer verməyəcək. Yəni, sürət düsturunda B-yə yer yoxdur. Harada B var, silirəm. Bu deməkdir. Bu getdi. İndi isə A-nın sabit qiymətində, orada B yoxdur, B-yə baxmıram. C ilə sürəti münasibətinə baxaq. A-nın sabit qiyməti bir belə baxa bilərəm. Amma bu zaman C dəyişmir. Bizə lazımdır ki, maddə dəyişsin, sürət ona nə reaksiya verir, ona baxacağıq. Maddə dəyişmir, ona baxmıram. Yəni, A-nın sabit qiymətində C sabitine baxmıram. A-nın sabit qiymətində C necə dəyişir, ona baxmalıyım. Ona görə biz burada baxmırıq. A-nın sabit qiymətinə burada baxıram. 3-cü, 4-cü təcrübədə bu zaman C 2 dəfə artır, sürət də 2 dəfə artır. Bu deməkdir ki, C ilə V düz mütənasibdir. C-nin üstünə heç nə yazmayacağım. C belə qalacaq. İndi C-nin sabit qiymətində isə A ilə V-nin münasibətinə baxıram. C-nin sabit qiyməti belə baxa bilərəmmi? Xeyr, çünki onda A dəyişmir. Onda belə baxa bilərəmmi? Bəli. Bu zaman C-nin sabit qiymətinə A 2 dəfə artanda sürət 4 dəfə artır. Baxın. C-nin sabit qiymətində A 2 dəfə artanda sürət 4 dəfə artır. Yəni A-nın kvadratı sürətlə düz mütənasibdir. Düstur V bərabərdir. A kvadratı vur C olacaqdır. Yəni bu qədər rahat, yəni aydındır. Ondan sonra gəlir burada 9-cu sual. Mis 0-dan gəlir müsbət 2-yə 2 elektron. Azot müsbət 5-dən gəlir müsbət 2-yə 3 elektron, 3, 2. 3'ü yazıram mislərin qabağına, 2-ni bura yazıram, bura 8, bura 4. Deyir 6'dan %2 10 23 elektron alınıb. Yəni 1 mol alınıb. Bu zaman nə qədər mis sərf olunub bilmirəm. Mən bayaq da dedim ki, reduksiyacı nə qədər elektron verirsə, oksidiləşdirici o qədər alır. Bunun birinə baxdım, kifayətdir. Mis 0-dan müsbət 2-yə gəlir. Deyəcəksin ki, mis burada elektron verir. Sana axı alır deyir. Deyirəm ki, dəxili yoxdur. Nə qədər verilirsə, o qədər də alınacaqdır. Birinə baxdım, kifayətdir. Bir dənə mis 2 elektron verirsə, 3 dənə mis 6 elektron verir. Bu zaman mis 3 vur 64 qram sərf olacaqdır. M də buradan bərabərdir 32 qram sərf olacaq. Yəni oksidiləşəcək. Sərf olacaq, yəni oksidiləşəcək. Bayaqlarım 3 dənə neytral idi, indi 3 dənə müsbət 2 oldu. Oksidiləşəcək. Yəni 32. Yəni burada da 40 qram idi. 40 qramın 32'si, yəni 80% oksidiləşəcək. 9-cu da 80% olacaq. 10-cu sual nəzərdən keçirdək. Burada deməli baxırsınız ki, əsas tənlik budur. Çünki buradakı istilik effektini bilmirəm. Yazıram 4 NH3 də gəl 3O2 əmələ gəlir 2 N2 6 su üstə gələ Q. Mən digər 2 dənə tənliyi buna görə idarə eləməliyim. Əsas tənliyimdə amoniak soldadır, qarşısında da 4 var. Amma birinci tənliyə baxın, amoniak sağdadır, qarşısında 2 var. Əvvəlcə biz onun sağla solun yerini dəyişirik. Yəni 2 NH2 keçirdirik sola, N2 ilə 3H2-ni keçirdirik sağa, onda 92 olur, mənfi 92. Ancaq məndə əsas tənlikdə amoniakın qabağında 4 var. Biz bunu 2'ye vuruq. Bu olur 4. Bu olur 2, bu olur 6, bu da olur mənfi 184. Çünki 2'ye vurdum. Məndə əsas bu qutardı. Məndə əsas tənlikdə su deməli sağdadır. Bura baxın, burada da sağdadır. Ona görə mən ona əl vurmuram. Yəni sağla solun yerini dəyişmirəm. Olduğu kimi köçürdürəm. Amma suyun qabağında əsas tənlikdə 6 var. Burada isə 2'dir. Ona görə biz bunları 3'e vururuq. Bu eləyir 6, 3, 6, 484'ü də 3'e vuranda eləyir 1452. Və sən tərəf-tərəfə toplayırsan, bu hidrogenlə bu hidrogen ixtisar getdi. Və sən baxın 4NH3 bu, 3O2 bu, 2N2 bu, 6 su bu. Bunları tərəf-tərəfə toplayanda onda bu olacaqdır. Bunu pozuram. Müsbət 1268. İstilik effekti bu oldu. İndi biz artıq tapdıq ki,
bizə lazım olan tənlikdə 4 NH3 üstə gəl 3O2 əmələ gəlir 2N2 üstə gəlinsin 6 su 1268. Aydındır. İndi burada nə edirik? Burada görürsünüz ki, bunlar eyni nöqtədən azalıbdır. Yəni ikisi də A qramdır. Bu 68, bu da 96-dır. İndi bilmirəm amonyakla işləyim yoxsa oksigenlə. A bölü 68, A bölü 96. Hansı kiçiksə onunla işləyirəm. Demək oksigenlə işləyəcəm. A qramda 63,4 kilojul. Reaksiyaya görə 96-da 1268. Buradan da tapıram A bərabərdir 4,8. Baxın burada A 4,8'dir. İndi biz dedik ki oksigen daha çox sərf olunur. Dedik A bölü 96 kiçik olduğuna görə oksigen daha çox sərf olacaqdır. Oksigen də dedik 4,8 idi. Amonyak da A idi da, bu da 4,8 idi. Amma görək indi oksigen 4,8 sərf olanda görək amonyak nə qədər sərf olacaqdır. Tənasüblə tapıram ki 3,4 sərf olacaq. Qabaq neçə idi? 4,8. Nə qədər getdi? 3,4'ü 1,4 artıq qaldı. Bu B artıq qalmaq deməkdir. Ona görə doğru cavab B bəndi olacaq. 11-ci sualda nisbi molekul kütləsi alkanların homoloji sırasının 5-ci nümayəndəsinin, yəni C5H12 bu nisbi molekul 72'dir. Ona bərabərdir. Keton karbon N H2NO-dur. 14N plus 16 bərabərdir 72. N buradan 4'ə bərabərdir. Deməli, karbon H3 belə. Təbii ki, bunu ya butin 1 əmələ gətirir. Çünki alkinlər əmələ gətirək ketonu. Ya da ki, butin 2. İndi bilmirəm hansıdır. Ancaq burada deyir ki, SP3S maksimum. Burada SP3S 5 dənədir. Burada isə SP3S 6 dənə. Buna görə bizə lazım olan maksimum budur. Bu da butin 2 olacaq. Doğru cavab D bəndi olacaq. 12-ci sualda bərk maddələr suda həll olanda məhlulun həzmi az dəyişir. Bu təzyiq təsirləmir. Ona görə bəli, bərk maddələr təzyiq təsirləmir. Etil spirtə və su bir-birində məhdud həll olur. Xeyr, səhvdir. Taralıqda olan bütün reaksiyalara təzyiq taralığın yerdəşməsində təsir edir. Xeyr. Tutaq ki, bunun birini misal göstərək. Sağ və solda burada əmsalların cəmi 2, bu da 2. Buna görə sağ və sol bərabər olduğuna görə qazlarda təzyiq təsirləmir. Elektrolitlər suda müsbət və mənfi yüklü hidratlaşmış iyonlara ayrılır. Bəli. Hidroliz endotermik prosesdir, udulur. Bəli. Ona görə də 12-ci sualda doğru cavab 1, 4, 5 D bəndində öz əksini tapacaqdır. 13-cü sualda buradan karbon dioksid alınır. Karbon dioksid deməli natrium dioksidlə və kalsium dioksidlə gedir. Ancaq bu duzla və oksigenlə getməyəcək. Ona görə də 13-cüdə 2 ilə 3 ilə getməyəcək. Doğru cavab A bəndi olacaq. 14-cü sual çox maraqlı bir sualdır. Deməli, kalium hidrid su ilə reaksiyaya gedəndə kalium hidroksid və hidrogen alınır. Fikir verirsiniz, burada kalium hidrid 40'dır. Bu 56'dır. Ortada 16 qram artım olub. 16 qram artım olanda 56 qram kalium hidroksid alındı. Reaksiyada şərtə görə isə 84'dən 100'ə gedib. Burada da 16 qram artım olub. Onda nə qədər kalium hidroksid alınacaq? 56 qram. Deməli, bu alınan 100 qram bərk kütlənin 56'sı kalium hidroksiddirsə, onda 44'ü kalium hidriddir. Bu da deyir ki, bərk qalıqda kalium hidridin kütlə payı. Yəni, 100'ün 44'ü kalium hidriddir. Bu 44% eləyir. Aydındır. Və həmin 56 qram kalium hidroksid 44 qram kalium hidriddir. Burada da oksigen ancaq kalium hidroksiddədir. Kalium hidroksidi 56'dırsa onun 16 qramı oksigendir və 100 qramın 16'sı, yəni 16% oksigendir. Ona görə doğru cavab 14-cü sualda B bəndində öz əksini tapacaqdır. İndi 15-ci sual gəl nəzərdən keçirdək. Baxın, gör nə yazıbdır. Oksiləşmə zamanı aldehidə çevrilən iki müxtəlif doymuş bir atomlu spirt
molekulunda hidroksil qrupunun birləşdiyi karbon atomlarının oxtaşma dərəcələri cəmi -3-dürsə, bu spirtlərdən biri mütləq məlumdur. Nə deməkdir mütləq məlumdur? Bunlardan biri birmənalı şəkildə metanoldur. Çünki metanol da qarışqaldı edəminə gətiririk. Aydın, niyə mütləq məlum? Digərlərini biz mütləq bilmirik. Nəyə görə? Çünki digərləri CH2OH birli spirtləri. Çünki aldehidi birli spirt əmələ gətiririk. Amma bilmirəm neçə dənə karbonu var. Yəni tam bilmirəm. Ona görə bir dənə mütləq mən bunu bilirəm. İndi nəyə görə mən burada mütləq bunu bilirəm? Baxın, karbon burada birini alır, yenə alır, yenə alır. Oldu -3. Sonra oksigenə verir -1. Oldu burada -2. Amma digər birli spirtlərdə karbon -1'dir. Niyə? Baxın. CH2OH birini alır, yenə alır -2. Birini verir -1, elədi -1. Bunların da cəmi həqiqətən -2'dir. Deməli, biz dedik ki, bizə lazım olan, mütləq lazım olanlardan biri metil spirtdir. Digərləri hansı spirtdir bilmirəm. Və burada da həqiqətən oxtaşma dərəcələrinin cəmi OH-a birləşən karbonun -3 elədi. Aydındır. Bu da bizə deyir ki, məlum olan spirtin, yəni metanolun oksidləşməsindən alınan aldehid, bundan metanol alınanda, bunda nisbi molekul kütləsi 30'a bərabərdir. Bu da B bəndində öz əksini tapacaq. 16-cı sual çox maraqlı sualdır. Bax, diqqətlə qulaq asın. Bax, propan. Bilmirəm neçə moldur. X götürürəm. Azotu bilmirəm, Y götürürəm. Karbon dioksidi bilmirəm, Z mol götürürəm. Bunlar bir yerdə M qramdır, bax. Yəni, baxın, 44X propan, 28Y azot, 44Z CO2, bunlar M-ə bərabərdir. Sonra gör nə deyir. Alınan qaz, deməli, burada yazıb ki, M qram qarışıq ilk olaraq yanma kamerasına yandırılır. Propan yanacaq. N2 yanmır, CO2 də yanmır. Ona görə propan da yananda bundan karbon sayına görə 3 mol CO2 alınır. Əgər bu X moldursa, bu da 3X CO2 alınır. Fikir verin, əvvəl istifadə olunmamış CO2 var idi. İstifadə olunmadı. Bir də təzə alınan CO2. Bunlar deyir, natrium hidroksid məhlulundan keçiriləndə kütləni artırır. Çünki natrium hidroksidlə nə gedəcək? CO2 gedir də. Burada başqa gedəsi yoxdur. Ona görə natrium hidroksidi artıran nədir? CO2'dir. Z mol əvvəldən istifadə olunmamış CO2. 3x-də təzə alınan CO2. Bunu da vururam 44'ə. Bu da neçə eləyəcəkdir? Deməli, artıq 44Z olacaqdır. Üstəgəl 3x-i 44'ə vuranda 132x. Fikir verin, deyib, bu da M-dir. Baxın, yazıb bu zaman M qram artım olur. Yəni, bu da M imiş. Tapdıq ki, bu da M-dir. İndi fikir verin, 44Z üstəgəl 132x bərabərdir, M deyil. M-in yerinə bunu köçürdürəm, bax. 44x 28y 44z. Bu 44z'lər getdi. 132x'dan 44x çıxanda 88x 28y. Buradan da mən tapıram ki, bozaq. Tapıram ki, x bərabərdir 28y böl 88. Deməli, x nədir? Propanın moludur. Bax, yerinə nə yazacağım? 28y böl 88. Bu da deyir ki, propanın molunun azotun moluna nisbəti. Propanın molu 28y böl 88'dir. Azotun molu y-lər getdi. Qaldı 28 böl 88. 4'ə böləndə 7 bölünsün 22. Doğru cavab C bəndində öz əksini tapacaqdır. 17-ci sual maraqlı sualdır. Baxın, əvvəl 26x etin və 2y hidrogen var idi. Sonra alınan qaz qarışının orta molekül kütləsi 15'dir, molu da 2x-dir. Onda kütləsi 15 vurulsun 2x eləyir 30x. Aydındır, yəni çətin bir şey demədim ki. Və kütlənin saxlanma qanuna görə soldakılar kütləsi bərabər sağdakına.
Buradan da 4x bərabərdir 2y. 2x nəyə bərabərdir? Y-ə. İndi bu baxın, hidrogenin y-ini görürsən, onun yerinə nə yazacağım? 2x yazacağım. Çünki 2x tapdıq. Aydındır bu belə. Bu getdi. Yəni bu hazırdır. İndi diqqətlə reaksiya tənlini yazıram. Karbon 2 H2 üstə gəl 2 hidrogen. Əmələ gəlir karbon 2 H6. Düzdürmü? Bunların qabağına dedim ki, naməlum bir işarə yazıram. Əmsalına vururam. Solda duranlar sərf olur. Baxın, asetilin nə qədər idi? Asetilin nə qədər idi? X idi. Düzdürmü? Əmsalı adı. A qədər sərf oldu, qaldı x minus A. Hidrogen nə qədər idi? 2x. Bu da əmsalı qədər sərf oldu. Solda duranlar sərf olunur. Ha. Etan da nə qədər alındı? A alındı. Aydındır. Yəni biz tapdıq ki, C2H2 qabağı x idi. A getdi. Hidrogen 2x idi. 2A getdi. Yəni əmsal qədər. C2H6 da A alındı. Və bunların mollarının cəmi, yəni nə? X çıx A üstə gəl. 2x çıx 2A üstə gəl. A bərabərdir ümumən 2x-a. Bu zaman buradan biz bunu həll edirik. 2x də burada ixtisar gedəcək. Burada x bərabərdir 2a olacaq. Mən tapdım ki, x 2a oldu. İndi baxın. Asitlər nə qədər idi? X minus a deyildi. X'in yerinə 2a yazıram. A-nı çıxanda asitlə qaldı a. Hidrogen 2x idi. X'in yerinə 2a yazıram. 2 vurulsun, x'in yerinə 2a yazıram. Burada minus 2a da var. Bu da neçə elədi? 2a elədi. Etan da a'dır da. Sonda a, 2a, 4a. Bizə nə soruşur? Etanın mol payını. Etan nə qədərdir? A. A bölünsün 4'ə vurulsun 100. Bu da 25% eləyəcək. Gəlir burada 18-ci sual. Yazıram 2 hidrogen. Üstə gəl oksigen. 2H2O. Bu 4M'dir. Qramla. Bu M'dir. Bunun aşağısında 4. 32, 7,2 qram, 36 qram. İndi hansından işləyəcəm? 4M'i 4'ə bölürəm. M'i 32. Hansı kiçikdir? Oksigen. Deməli, oksigen tam sərf olacaq. Bax. Hansı kiçikdirsə, o tam sərf olur və 10 ilə tapıram M'i. Yəni, M'ə 7,2, 32'yə 36. Buradan da tapıram. M bərabərdir 6,4. Tapdım ki, M 6,4'dür. M'in yerinə 6,4 yazıram. Buraya yazıram 6,4. 4'ü də 6,4'ə vuranda eləyir 25,6. Mən də dedim, oksigen tam sərf olur. Oksigen neçə idi? 6,4. Tam sərf olur. Baxın, birinci qrafik doğrudur. İndi hidrogen, əgər oksigen tam sərf olursa, hidrogen artıq qalacaq. Görək, bu 6,4'ün hamısı sərf olundu. Hidrogen nə qədər sərf olur? Tapıram ki, buradan hidrogen 0,8 qram sərf olur. 25,6'nın 0,8'i gedib, qaldı 24,8. Baxın, 25,6'dan 24,18'ə düşdü. Bu da doğrudur. İndi, burada 3-cü qrafik hidrogenin həcmini göstərir. 25,6 idi hidrogen. 25,6 nə qədər eləyir? 25,6 bilmirəm neçə litrdir? 2 qramım 22,4'dür. Buradan biz V'ni tapaq. Tapıram ki, V bərabərdir 286,72. Nigə sərfi tapaq. 2H2 üstə gəl O2. Bu 6,4 sərf olunanda görə bu nə qədər sərf olunacaqdır. Buradan biz bunu hesablayaq. Tapırıq ki, bu 8,96 azalacaq. Ancaq burada nə qədər azalıb? 4,48. Demə, bu ifadə səhvdir. Burada yalnız 1 ilə 2 doğru olacaqdır. Burada B bəndində, yəni 1 ilə 2 olmalıdır. 19-cu sualda mis 2 oksit üstə gəl karbon, mis üstə gəl karbon monooksit. Burada fikir verirsinizsə, solda bu 80, bu 12, yəni bərk kütlə 92'dir. Sağda bərk kütlə 64. Ortada deməli 28 qram azalma olub. Və 28 qram azalma olanda mis 2 oksit 80 qram sərf olur.
İndi şərtə baxın. 10 qram bərk qalıq, sonda 7,2 bərk qalıq, ondan 7,2 2,8 qram azalanda nə qədər misk oksid sərf olur bilmirəm. Bu da 8 qram. Deməli, ilkin 10 qramın 8 qramı mis imiş. Bu da mis 2 oksid imiş. Bu da 8 bölünsün, 10 vurulsun 100, 80% eləyəcək. Sonra 20-ci sual nəzərdən keçirdik. Deməli, kalsium ortofosfat əmələ gəlir 2P. Bu 0,15 M'dir. Bu da 62, bu da 310'dur. Bu M qramdır. Çıxım da solda duran maddənin sərfini göstərir. Yəni, x faiz götürək. M vurulsun, x bölünsün 100, 0,1 mx. Yazıram 0,1 mx. M'lər getdi ixtisar. X buradan tapıram ki 75'e bərabər olacaqdır. Doğru cavab A bəndi olacaqdır. 21-ci sual maraqlı sualdır. Deməli, burada azot üstə gəl 3H2 əmələ gəlir 2NH3. Deməli, burada reaksiyadan amonyak əmələ gəldi. Yəni ki, qarışığı təşkil edən qazlardan biri amonyakdır. 17. Bu zaman alınan qaz qarışığının 1 molu 25,25 qramdır. Yəni, orta molekül kütlə 25,25'dir. Biz də bilirik ki, bu qaz qarışığı onu əmələ gətirənlərin birindən böyük kütləcə, birindən kiçik olmalıdır. İndi 25,25 17'dən böyükdür. İndi mən bilmirəm, bura hidrogen mi yazım, azot mu yazım? Hidrogen yazsam düz olmayacaq. Çünki 25,25 onsuz da 17'dən böyükdür. Burada hidrogenden də böyükdür. Amma mən nə demişdim? Bu qaz, alınan bu qarışıq, bu qaz, qarışığının moleküləsi onu əmələ gətirənlərin birindən böyük, birindən kiçik olmalı. İndi 17'dən böyükdürsə, digərindən kiçik olmalı. Ona görə hidrogen yox, biz bura azot yazacağıq. Deməli, alınan amonyak və əvvəldən artıq qalan deməli azot. Deməli, mən nə öyrəndim buradan? Mən buradan öyrəndim ki, amonyak əmələ gəlir, o heç. Amma əvvəlki qazlardan hansı amonyakla bir yerdə olacaq son qarışıqda, onu necə müəyyənlədim? 25,25 bu alınan qaz qarışığının orta molekül kütləsidir. Bunu əmələ gətirənlərin birindən böyük, birindən balaca olmalıdır. 17'dən böyükdür, digərindən balaca olmadığına görə mən azot yazacağım. Mən öyrəndim ki, son qarışıqda nə var? Son qarışıqda deməli amonyakla yanaşı deməli azot var. Bunlar da neçədirlər? 1 mol. Ona görə mən buna x yazacağım. Buna da 1 minus x yazacağım və orta molekül kütlə 25,25 bərabərdir. Azot 28x, amonyak 17 çıx 17x. Aşağıda bunların mollarının cəmi və mən buradan hesablayıram ki, x bərabərdir 0,75. Deməli, mən burada azotun molunu pozuram. Qabağına 0,75 yazıram. Artıq daha artıq qalıb. Əvvəldən artıq qalandı. 1-dən də 0,75 çıxanda bu da 0,25 eləyir. Deməli, mən tapdım ki, son qarışıqda 0,75 azot artıq qalıb, 0,25 amonyak qaldım. İndi 0,25'i yazıram amonyakın üstünə, bura 2 yazıram. Azotun əvvəlki molunu bilmirdim, ancaq sonda dedi ki 0,75 artıq qalıb, burada 1 yazıram. Və tapıram ki, buradan azotun ilkin molu 0,875. Sonra hidrogen tapıram, hansı ki tam sərf olub, çünki sonda yox idi. Yenə də amonyakın köməyi ilə tapıram ki, bu da 0,375 eləyəcək. İlkin qarışığı biz tapdıq. İlkin qarışığı və orta moleküllərini soruşur. 28 vurulsun, azot 28'dir. 0,75 üstə gəlir, hidrogen 2'dir, vur. 0,375 böl bunların cəmi, yəni 1,25. Bu da 20,2 eləyir. Hidrogenə görə dediyinə görə sıxlıq 2'ye böləcəm. 10,1 doğru cavab burada B bəndi olacaqdır. 22-ci suala baxaq diqqətlə. A üstə gəl B, əmələ gəlir C. Diqqətlə baxın. Bu molyar qatlığın zamandan asılığıdır. A'ya baxın. A baba gəlib harda başlayıb? 1'də. Yəni A 1'dir. Sonra B'yə baxın, B'yə. B hardan başlayır? 4'dən. Sonra C'ye baxın. Gəlib 4'də dayanıb. Aydındır. Bunlar maliyyə qatı olduğuna görə mən dərhal taralı sabitini tapıram.
Sürətdə C-ni yazıram 4, aşağıda məxrəcdə A ilə B-nin hasili bu 1 elədir. Tapdım ki, buradan tarallıq sabiti nəyə bərabərdir? 1-ə bərabərdir. İndi ən vacib məqam, çox diqqətli olmağımız tələb olunur. Biz dedik ki, C buradaydı, bax. C artır, fikir verin, yadıb ki, x mol C əlavə edirəm. Təzədən azalır. Bunların qabağını biz əvvəlcə bir naməlum işarə yazırıq, hamısının əmsalını. İndi burada C-ni artırıblar. C-yi x mol artırıblar. Ancaq bunlar, bu 1-dir, 4-dür, 4-dür. Bunlar qatlıqdır. Qatlığın üstünə mol gəlmək olmaz. Qatlığın üstünə qatlıq gəlmək lazımdır. Bunun üçün də qatlığı gərək tapmaq üçün molu gərək həcmə böləsən. Bunun molu x-dir, həcmi 2-dir. Ona görə mən nə edirəm? X-i bölürəm 2-yə. Bu eləyir 0,5x artıq qatlıq olur. Bir daha təkrar edirəm. Burada deyir ki, x mol C əlavə eləyirik. X mol C əlavə olunur. İndi bunlar qatlıq daxı bu 1, 4, 4. Mən onun üzərinə molu gələ bilmərəm. Ona görə mən onu qatlığa çevirməliyəm. Ona görə molu bölürəm həcmə. 0,5x. Baxın, x-i bax, C-ni burada 0,5x artırıram. Taralıqda belə bir qayda var. Maddəni artıranda bu zaman əmsalı qədər azalır. Əmsalı n-dir. Sağ tərəf əmsalı qədər azaldığına görə soldakılar əmsalı qədər artırlar. Yəni burada çətin bir söz demədim. Və fikir verirəm ki, B gəlir 5-də dayanır. B nə qədərir? 4 plus n. Gəlib neçə olub? 5. N bərabər neçə? 1. Mən tapdım ki, n 1. İndi mən harda? N gördüyüm 1 yazacağım. Onda bax, A olacaq neçə? 2. Yeni 1 yazım da. B olacaq neçə? 5. C neçə olacaqdı? 4-dən 1 çıxanda yeni 1 yazmışdı. 3. 3 də gəl 0,5x. Vəssalam, tarallıq sabiti 1 bərabər. Yuxarıda C-ni yazıram. 3 də gəl 0,5x. Aşağıda A ilə B-nin hasili x də buradan 14-ə bərabər olacaqdır. 23-cü sualı nəzərdən keçirdik. Deməli, CH4. Bir də yazıram CD4. Burada demək bunun kütləsi 12-dir. Bunun kütləsi, yəni kütlədədir 1-dir. Bu 12, bu da 2-dir. Bunun molunu bilmirəm A, bunun molunu bilmirəm B. Bu eləyəcək deməli 16A. Bu da deməli 12 ilə 8, 20 eləyir. Baxın, 2-ni 4-ə vuran 8 eləyir. 20B bərabərdir 40-a. Və sonra karbon H4 yandırılanda 2 mol su alınır. Bu adırsa bu 2A eləyir. Təbii ki, CD4 də B mol. Bu da deməli, təbii ki, 2B mol su alınır. Çünki bu D su da ağır hidrogendir da. Yəni 4B hidrogensə burada da 4B olmalıdır. Və burada görün nə deyir? Deyir ki, tam yandırılma zamanı əmələ gələn ağır su molekullarının sayı, yəni 2B, ümumi su molekullarının cəmindən, yəni 2A plus 2B'yə nisbəti 4/9-dur. Aydındır. Buradan da biz hesablayırıq ki, deməli, bunu biz həll eləyək. 18B bərabərdir 8A plus 8B. Buradan deməli 10B bərabərdir 8A. B də bərabərdir 0,8A. Gətirib burada B-nin qiymətini yuxarıda yerinə yazırıq. 16A üstə gəl 20 vurulsun. B-nin yerinə 0,8A yazıram. Bərabərdir 40. A bərabərdir 0,125. Burada A-nı pozuram. Yerinə 0,125 yazıram. B 0,8A idi. 0,8'i 0,125'e vuranda 1 eləyir. Bunu da yerinə 1 yazıram. Artıq biz bunların molunu müəyyən etdik. İndi 0,125'i 16'ya vuranda 20 qram. Bu da özü 1 molu 20'ye vuranda 20 qram eləyir. Bu da 50%. Doğru cavab burada D bəndi olacaqdır. 24-cü sualda dəmir 3O4 üstə gəl amoniyak əmələ gəlir dəmir üstə gəlinsin N2 üstə gəlinsin su.
Bunu gəlin əmsallaşdıraq. Deməli, dəmir 3O4. X yazaram -2. 3x çıxılsın 8 bərabər 0. 3x bərabərdir 8-ə. X də bərabərdir 8 bölü 3. Yazaram 3 dənə dəmir 8 bölü 3-dən gəlir dəmir 0-a. 8 bölü 3-dən 0 çıxanda 8 bölü 2 edir. Prosta 3'ə vuracağım. 3'lər gedir ixtisar. Burada qalır 8. Sonra azot, amonyakda -3 gəlir 2 dənə azot 0-a. -3-dən 0 çıxanda 3. Solda azota ait bir oxtəşmə dərəcəsi var. Sağda da azota ait bir oxtəşmə dərəcəsi var. Solda və sağda oxtəşmə dərəcələrinin sayı eyni olanda sola baxıram, solda rəqəm yoxdur, vurmuram. Sonra yerini dəyişirəm. Vəssalam 3'ü yazaram bura, 8'i yazaram deməli bura. Bu zaman dəmir oldu 9, azot oldu 8, burada yazaram 12. Biz bunu düzəltdik. İndi görürsünüz, burada 2 dənə artan xətt var. Artan xətt sağda duranları təmsil edir. Amma yazıb ki, burada deməli bəsit maddələrindir bu. Yəni dəmirlə azotundur. Dəmir 9 vurulsun 56'dır. Azot 4 vurulsun 28'dir. Ən çox dəmir olacaq 9 bölü 56. Ona görə lap yuxarıdakı M-i dəmirin üstünə yazırım. Onda aşağıdakı M minus 19,6'ını da azotun üstünə. Tənasib qururam və tapıram ki, M buradan bərabərdir 25,2. Mən tapdım 25,2. İndi təzədən bunu köçürdürəm. 3 dəmir 3O4 üstə gəl. 8 NH3. 9 dəmir 4 N2 12 su. Bunu yerinə yazıram 25,2. Buraya yazıram 9 vur 56. Sonra burada M üstə gəl 9,6 deyildi. Yazıram 25,2 üstə gəl. Deməli 25,2 çıx 19,6. Bax yuxarıda. M-in yerinə 25,2 yazdım da aşağıda 4 vurulsun 28. İndi bizdən amonyakın sərf olunan həcmini soruşur. 8 vurulsun 22,4. 25,2'ni bölürsən 9 bölü 56'ya. 25,2'dən 19,6'ını çıxıb bölürsən 4 bölü 28'i. Eyni rəqam alır ikisində. Ona görə hansını istəsən amonyakı tapa bilərsən. Tənasibi qurursan və oradan tapırsan ki, bu 8,96 edəcəkdir. 25-ci sualda Kevlar lifi, teriftal turşusu və 1,4 benzol diamin benzoldan alınacaqdır. Ona görə burada doğru cavab deməli D bəndində öz əksini tapacaqdır. 26-cı sualda gümüş bir nitratı parçalayıram. Əmələ gəlir gümüş, NO2 və oksigen. Solda oksigen 3 dənədir. Burası 0,5 yazanda sağda da 3 dənə olur. Bu 17 qram. Bu da 170. Buradan bizə lazımdır qazlar. Əvvəlcə bunu tapıram. NO2 olur 0,1. Sonra bunu tapıram. Oksigen də olur 0,5. İndi NO2 üstə gəl, oksigen üstə gəl, su. Əmələ gəlir HNO3. Bunu mən əmsallaşdırıram. Bu 0,1-dir, 4'ə bölürəm. Bu da 0,5'dir. 1'ə bölürəm. Bu da 31,5 faizli kütləsini bilmirəm. M vurulsun 31,5 bölünsün 100. 0,315 M eləyir. Bunun üstünə yazıram 0,315 M. 4 vurulsun 63. 0,1'i 4'ə bölürəm. 0,5'i 1'ə bölürəm. Hansı kiçiksə 10 ilə işləyəcəm. 0,1'i 4'ə bölündə daha kiçik rəqəm alındığına görə bundan işləyəcəm və tənasib qururam və M-i buradan 20 tapıram. 26'da D bəndi olacaq. 27-ci sual çox maraqlıdır. Deməli, bir əsaslı karbon turşusunun formulunu karbon 2x H4x O2 yazıram. Bu turşudur. Spirti də karbon x H2x plus 2 O yazıram. Bu da spirtdir. Bu turşudur, bu da spirt. İndi burada çox maraqlı bir məqam var. 3,6 qram su alın. Biz bilirik ki, spirt
turşuyla reaksiya gedəndə mürəkkəb efirlə su alınır. Su 3,6 qram alınıb, 3,6-nı bölürəm 18-ə, 0,2 mol su alınır. Təbii ki, bu deməkdir ki, 0,2 mol spirt, 0,2 mol da turşu sərf olacaq. Yəni, bura qədər problem yoxdur. Deməli, həm spirt, həm də turşu nə qədər sərf olunur? 0,2 mol. Düzdürmü? Turşu 0,2 vurulsun. Deməli, 28x plus 32 bərabərdir M-ə. Niyə? Çünki burada bunların ikisinə kütləsi M-dir. Amma bunlardan biri 8,4 qram artıq qalır. İndi bunun hansı artıq qalır? Təbii ki, mən demişdim, kütləsi böyük olan tam sərf olmalı. Düzdür, yoxsa yox? Hansının kütləsi böyüksə o tam sərf olunur. Ona görə də burada deməli 0,2 vur 28x plus 32. Burada M. Bu turşu tam sərf olacaq. Aydındır. Spirt isə 0,2 14x plus 18 sərf olacaq. Yəni M idi. M'in 0,2 vurulsun 14x plus 18'i. Yəni 2,8x minus 3,6 sərf olur və 8,4 qram artıq qalır. Yenə deyirəm. Ola bilər bu sizə çətin gəlir. Yenə deyirəm. Burada turşu da M-dir, spirt də M-dir. Turşu 28x plus 32'dir. Amma bu bunun maliyyə kütləsidir. Bizə kütlə lazımdır axı. Mola vuranda 0,2 vurulsun 28x plus 32 bərabərdir M. Bu turşunun sərfidir. Turşunun sərfi. Düzdürmü? Spirt isə 0,2 vurulsun 14x plus 18 sərf olub. Bu daha az sərf olub. Görürsünüz, bax, daha az sərf olub. Bax, nə deyirəm? Daha az sərf olub. Yəni, artıq qalıb da. Yəni, M'in. Burada turşuda hamısı sərf olub. Yəni, M nəyə bərabərdir? 5,16x plus 6. Bir daha deyirəm, bura baxın. Burada spirtlə turşu reaksiyanın solunda durduğuna görə sərf olur. Bu da 0,2 oldu. Bu da 0,2 sərf oldu. Düzdürmü? Nəyə görə? Çünki su 0,2 mol alınıbsa, bunlar da 1'ə 1 nisbətinə daxil olduğuna görə 0,2 suyun qabağına yazanda bunların da qabağına 0,2 yazıram. Bu zaman turşu 0,2 vurulsun 28x plus 32 sərf olur. Fikir ver diqqətdən. Bu isə 0,2 vurulsun 18x plus 18 sərf. Hansı az sərf olunur? Spirt. O ki, spirt artıq qalır. Yəni, M qramın 0,2 vurulsun 18x plus 18'i sərf olunur. Bir də deyirəm, bura bax diqqətdən, gör nə maraqlıdır, rahat, fikir ver. Spirt. Üstə gəl turşu. Əmələ gəldi mürəkkəb efir, üstə gələk su. Su 3,6 qram, yəni 0,2 mol alındı. Onda bu 0,2, bu da 0,2 sərf oldu. İndi mən dedim ki, turşunu karbon 2x H4x O2 yaz. Deyəcəkdir, bunu hardan aldın? Yəni karbon N H2NO2 deyil. Deyir N'in yerinə 2x yaz da. Ona görə aydındır. Yəni o şəkildə. Spirt isə karbon X H2x plus 2 od. İndi bunu da qabağına 0,2 yazıram. Bunu da qabağına 0,2 yazıram. Bu 0,2'ni çaya vuranda 5,6x plus 6,4 sərf olunur. Bu isə 2,8x plus 3,6 sərf olunur. Hansı az sərf olunur? Baxın, spirt. O ki, spirt artıq qalır. Yəni, spirt M idi. 2,8x və 3,6 sərf olur. 8,4 artıq qalır. Eləmi? Buradan diqqətdən qulaq asın. Bu isə M idi. M'in hamısı sərf olur. Dedim, axı, spirt artıq qalırsa da onda digəri sərf olunacaq. Hamısı. Ona görə bu M'i gətirib burada yerinə yazıram. Bax. M'i pozuram.
Yerinə nə yazıram? 5 tam onda 6x plus 6 tam onda 4. Aydın sonra çıx 2 tam onda 8x. Çıx 3 tam onda 6. X da buradan 2'ye bərabərdir. Deməli, x 2'ye bərabər oldusa, gətirib burada formulda biz bunu yerinə yazacağız. Bizə turşu lazımdır. Yerinə yazanda 2 dəfə 2 4 H8O2. Deməli, bu nədir? Yağ turşusuymuş. 4 dənə karbon olan yağ turşusu, karbon H3, karbon H2, karbon H2, COH, polar 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənədir. Doğru cavab burada D bəndi olacaqdır. Burada deməli M qram karbon orta molekül kütləsi 12 olan helium və CO2-dən ibarət qarışıq mühitinə qızdırılır. Deməli helium, bir də CO2. Bunun molunu bilmirəm, bunun molunu bilmirəm. Orta molekül kütlə 12 bərabərdir. 4x plus 44y. Aşağıda molların cəmi. Buradan da hesablayıram ki 4y bərabərdir x-ə. İndi mən heliumun qabağındakini pozuram. 4y yazıram. CO2'nin də qabağında y qalır. Bu oldu 4y. Bu da y. İndi deyək ki, həmin karbon, təbii ki, indi heliumdan gedəsi deyək ki, CO2 ilə gedəcək də. Karbon üstə gəl CO2 bərabərdir 2CO. İndi burada çox gözəl bir ifadə var. Bu zaman götürmüş karbon tam sərf olur və 2 qazdan ibarət qarışıq alınır. Təbii ki, bu qazlardan biri alınandır. Mütləq şəkildə CO. Aydındır. İndi burada CO2'dən qalmayacaq sonda. Niyə? Çünki bu qaz burada istifadə olmamış qalbaxı. Bu da gələcək sona. 2 dənə qaz elədi. Bu deməkdir ki, CO2 əvvəlki qaz CO2'dən əsər əlamət qalmayacaq sonda. Çünki bu burada özü etiraf edir ki, sonda 2 dənə qaz alınır. O qazlardan biri bu alınan qazdır. Əvvəlkilərdən də hansıdır? Helium istifadə olmadığına görə mütləq şəkildə helium sağda olacaqdır. Demək, CO2 qalmayacaq. İndi bu nə deməkdir? Buradan biz hansı nəticəni irəli sürməliyik? Burada CO2 deməli, niyə qalmır? CO2 burada nə qədər sərf olub? 1 mol. CO2 1 mol imiş ki, hamısı sərf olub. Bax, 2 ver. 1 mol imiş ki, hamısı sərf olub. Əgər biz Y-i 1 yazıqsa, onda heliumda 4 olacaqdır. 2 verin. Helium 4 Y idi. Bu da Y idi. Sonda CO2 olmadığına görə CO2 deməli təmiz sərf olub. CO2 də burada əmsalı neçədir? 1'dir. 1 imiş ki, hamısı sərf olub da. Y-in yenə 1 yazanda, burada 1 yazanda bu 4 olur. Deməli, son qarşıda 4 mol helium var. Aydındır. Və bu zaman bu CO2 1 mol sərf olunanda təbii ki, buradan 2 mol da CO alınacaq. Yəni, çətin bir söz demədim. Aydındır. Yəni, bir daha tək edeyim. Yəni, buranı bildiniz ki, bura qədər bildiniz. 4Y heliumdur, Y CO2'dir. İndi burada CO2 də karbonla reaksiya daxil olur. CO alınır. Bu da burada deyir ki, sonda 2 dənə qaz alınır. Qazlardan biri CO-dur, o heç. Bax, bu da istifadə olmamış qaz daxil, bu da sondadır. Deməli, CO2 sonda olmayacaq. CO2 tam sərf olunacaq. CO2 də reaksiyada 1 moldur, bax. Deməli, bu əvvəl 1 mol imiş ki, hamısı sərf olub, daha qalmayıbdır. Y-in yenə 1 yazından da burada 1 yazından bu 4 oldu. Deməli, sonda CO 4'dür. Və CO2  1 imiş, hamısı sərf olubdur. Onda 2 mol da CO alınacaqdır sonda. Vəssalam, buradan da orta molekül kütləni tapmaq lazımdır. 2 vurulsun CO 28. Helium 4 vurulsun 4. Aşağıda bunların cəmi, bu da 12'ye bərabər olacaq, C bəndi olacaq. 29-cu sualda glukoza qızqıranda 2 mol etanol və 2 mol karbon dioksid alınır. Yağ turşusuna qızqıranda yağ turşusu, hidrogen və CO2 alınır. İndi baxırız ki, burada da deməli Y var, burada da Y var. Y burada nədir? Hər ikisində olan CO2. Y CO2'dir. Y CO2'dir. Eyni zamanda burada belə deyək, məsəl üçün deməli Z ilə X reaksiya daxil olub. Z ilə X reaksiya daxil olub. Z burada deməli əgər bu CO2 isə bu etanoldur. Yəni X daha doğrusu etanoldur.
Yəni əgər biz y-i c2 götürdüksə, onda x nədir? C2H5OH-dır. Aydındır. Və bu C2H5OH nə reaksiya girən su çıxır? Təbii ki, turşuyla. Onda burada Z də olacaqdır C3H7 COH. Yəni etanolla yağ turşusu bu 46-dır. Bu da 88-dir. 46 ilə 88-i toplayanda buradan su çıxıraq. Bunlar turşuyla spirtli reaksiya girən buradan su çıxacaq axı. Bu da 116 eləyəcək. Bu da C bəndində öz əksini tapacaq. 30-cu sual nəzərdən keçirdək. Deməli, R1 NH2-də 2 ədəd ikili karbon var və amin qrupu ikili karbona birləşibdir. Təbii ki, bu ikili butil radikaldır. Bu ikisi ikili karbondur, o da ikili karbondur. Bu ikili butildir. R1. O birisində də deyir, üçlü karbon var, bu da üçlü butildir. Nəyə görə? Çünki aminlərin yanması zamanı 4 mol CO2 alınır. Deməli, aminin tərkibində 4 dənə karbon olmalı. Vəssalam. Sonra deyir, R1 ilə R2-ni birləşdir. İkili butillə, ikili butil belə yazaq da. Belə. Üçlü butili birləşdirirəm, bax. İkili butil və üçlü butil. 1, 2, 3, 4, 5, 2, 2, 3 trimetil pentan. Doğru cavab 30-da C bəndində öz əksini tapacaq. 31-də mis 2 nitratı parçalayıram. Əmələ gəlir mis 2 oksid. NO2 və oksigen. Bura 2 yazıram. Bura 0,5 yazıram. Qarşına bunların naməlum bir işarəni əmsallarına vururam. Və təbii ki, bu 80 N'dir. Bu 92 N'dir. Bu da 16 N'dir. Ona görə deməli bu lap yuxarıdakı bu deməli NO2-yə uyğundur. Bu mis 2 oksidə uyğundur. Bu da oksigenə uyğundur. Deyir A-B bərabərdir 1,2. A NO2-dir 92 N. B mis 2 oksiddir 80 N bərabərdir 1,2. N bərabərdir 0,1. Sonra deyir ki, 5 də gəl C. B deməli mis 2 oksiddir 80 N. C də deməli 16 N. Bu da eləyir deməli 96 N. 0,1-ə vuranda bu da 9,6 eləyəcək. Doğru cavab A bəndi olacaq. 32-ci sual. H2SO4 vur 3SO3. Təbii ki, bunun üzərinə 3 mol su gəlmək lazım ki, bu bütövlükdə sulfat turşusu olsun. Deməli, 16,9 qram. Aşağı yazıram deməli 338. Birinci buradan sulfat turşusunu tapaq. 4 vurulsun 98. Tapıram ki, bu buradan 19,6 qram edəcək. Sonra burada su sərf olur, reaksiyanın əvvəlindədir. Tənasüblə tapıram ki, 2,7 qram sərf olur. Qabaq tutaq ki, su A idi. 2,7-si getdi, qaldı A minus 2,7. Vəssalam, həll olanım 19,6. Suyum 2,7, M minus 2,7. Buradan 0,49, yəni 49% ilə yazıram. Bərabər yuxarıda həll olanı yazıram. Aşağıda həll olanla suyun cəmini yazıram. Aydındır, buradan tapıram ki, M nəyə bərabərdir? 23,1. 33-cü sual. X2 üstə gəl Y2 əmələ gəlir XY2. Burada 2 yazıram, burada 2 yazıram. Eyni mol deyil, new mol. Bunu 1-ə bölərəm, bunu 2-yə bölərəm. Hansı kiçikdirsə o tam sərf olur. New bölü 2 kiçikdir, ona görə Y tam sərf olur. Aydındır. Ona görə biz burada nə edirik? Həm X, Y2-ni tapacağıq, həm də ki, artıq qalan X-i tapacağıq. Burada deməli, X2 üstə gəl, 2Y2 yazıram. Bu new sərf olunanda özümüzdən bura bir A yazaq. 1. A buradan bərabərdir. 0,5 new sərf olur. Əvvəl X2 new'dür və 0,5 new'si getdi. Qaldı 0,5 new.
Deməli, x2 sonda 0,5 nü qaldı. Sonra biz buradan x, y2-ni tapacağıq. X, y2-ni tapırıq. Burada bir b yazaq. Onda x, y2 də b bərabərdir nü eləyəcək. Mən tapdım ki, deməli, sonda 0,5 nü x2 qaldı və nü x, y2 buradan alındı. Biz bunu müəyyən elədik. İndi bunlar bir yerdə neçədir? 1,5 nüdür. Və son qarışıq 3,36 litrdir. Bunu çevirəm mola. 3,36-nı bölürəm 22,4-ə. Bu eləyir 0,15. Yəni bunu bərabər eləyirəm 0,15-ə. Nü bərabərdir 0,1. Artıq mən müəyyən elədim ki, nü 0,1-dir. Baxın, x nə qədər, x2 nə qədər idi? 0,5 nü. 0,5 nünü 0,5 nünün yerinə yazım. 0,1 yazacağım. Bu oldu x2. Bu da ki 0,1 x, y2. Aydındır, tapdıq bunları. Yəni bu 0,5 nü deyildi. Nünün yerinə 0,1 yazacağım. Bu da nü deyildi. Yerinə 0,1 yazacağım. Yəni bunu tapdım. İndi mənə deyir ki, bunların kütləsinin cəmi 6 qramdır. Baxın. 0,5 vur 0,1 vur 2x. Aydındır. 0. Üstə gələk. 0,1 x üstə gəl 0,1 2y. Aydındır. Bu da buradan nəyə bərabərdir? 6-ya. İndi buradan biz bu da eləyir 0,2x plus 0,2y bərabərdir 6. Hər tərəfə 0,2 bölürəm. X plus y bərabərdir 30. Bizdən də x, y-in, yəni cəmini soruşur. Bu da 30-a bərabər. Doğru cavab B bəndi olacaq. 34-cü sual nəzərdən keçirdək. Stirol deməli bu şəkildə göstərilir. Belə. Və sp2-dir. Burada karbonların hamısı sp2, sp2-ə 8. sp2 də 8-ə bərabərdir və bunların nisbəti 1-ə bərabərdir. Ona görə burada doğru cavab 1 olacaqdır. 35-ci sual nəzərdən keçirdək. Deməli, burada 2 dənə amin turşudan gedir söhbət. Biri x-dır. Mən bunu karbon N, H2N plus 1 NO2. Digəri, baxın, 14% çoxdur. Yəni, bir CH2 artıq karbon N, H2N plus 1, CH2 NO2 yazırım. Yəni, burada pentapeptid deyil. 5 dənə burada nə var? Amin turşu var. Deməli, bir amin turşuda, baxın, 2 dənə oksigen var. Onda 5 dənə amin turşuda 10 dənə oksigen olacaq. 5 dənə amin turşu olanda buranı 4 dənə su tərk edir. Yəni 4 dənə oksigen tərk edir. Ondan 4 çıxanda 6 oksigen. Tapdıq 6 oksigen. Bu da deyir ki, karbonun sayı oksigen sayına 2 dəfə çoxdur. Yəni 6 vur 2, burada 12 dənə karbon var. Bunu yadımızda saxlayırıq ki, burada 12 dənə karbon var. İndi yazıram karbon N, H2N plus 1 NO2. Karbon N, H2N plus 1 CH2NO2. Karbon 12 dənə deyildi. Buraya yazıram demol. Burada yazıram 5 minus demol. Burada karbon nə qədərdir? Dn. Burada nə qədərdir? 5 minus D'ni vururam N plus 1'ə. Baxın. 5 minus D'ni vururam N plus 1'ə. Bərabərdir 12. N plus 1 var. İkincidə karbon. Buradan həll edirəm. Baxın. Dn üstə gəl. 5 əvvəlcə N plus 1'ə vurulur. Olur 5N plus 5. Sonra mənfi D N plus 1'ə vurulur. Olur nə? Olur mənfi ND minus D bərabərdir 12. Bu ND'lər getdi ixtisara. Buradan deməli 5N minus D 5N minus D 5 də keçdi o tərəfi oldu 7. Vəssalam, biz ən vacib məqama gəldik. Biz tapdıq ki, buradan 5
N. Buradan D neye beraberdi? 5N çıx 7. Bu N de karbonu sayı. İndi baxın. Baxın. Mən N'in yerinə 1 yazsam, indi 1 yazmaq olmaz. Çünki amin turşlarda ən azı 2 dənə karbonda. Məsəl üçün də 1 yazsaq mənfi alınır. Düzdürmü? D bərabərdir 5N minus 7. 2 yazsam neçə eləyəcəkdir? 2 yazsam 3 eləyəcək. Yəni burada 5 dəfə 2 10, 10-dan 7 çıxan neçə eləyir? 3 eləyir. Yəni burada biz müəyyən elədik ki, yəni burada mən N'in yerinə 2 yaza bilərəm. Yəni bunlardan birinin 2 karbonu var. Amma mən burada N'in yerinə 3 yazsaydım 5 dəfə 3-ün 15, 15-dən 7 çıxanda 8 eləyir. Bu D peptidlərin sayıda bax. 5 dənə peptid amin turşu olmur. Burada 8-dən amin turşu olaraq 5-dən 8 çıxa bilmərəm axı. Bir daha təkrar baxın diqqətlə. Mən tapdım ki, D bərabərdir 5N minus 7. Bu D amin turşuların sayıdır. Yəni ümumən 5 dənədir. Biri bilmərəm nə qədərdir, o birisi 5 minus nə qədərdir. Mən də deyirəm N'in yerinə ən balaca amin turşu 2-dir da. N'in yerinə mən 2 yazsam 5 dəfə 2 10, 10-dan 7 çıxanda 3 olur. Amin turşulardan biri 3 mol olur. Digəri 2 mol. Amma mən N'in yerinə 3 yazsaydım 5 dəfə 3 15, 15-dən 7 çıxanda 8 belə çıxır ki, burada peptidlərin sayı 8 olur. 8 deyil axı bu. Oktapeptid deyil axı, pentapeptiddir. Ona görə mən 5-dən yuxarı rəqəm alınmamalıdır. Ona görə N2-də gözləyim. Yəni biri N2 olur. Onda müəyyən edirik ki, yəni N burada artıq D burada bərabərdir. 5N minus 7 olanda, N'in yerinə 2 yazanda bu 3 olur. Demək, bunun biri 3 moldu, digəri də 2 moldu. Aydındır. Yəni biz bunu müəyyən elədik və N2 tapdım. N2 tapanda artıq buradan biz o nəticəyə gəlirik ki, birinin 2 dənə karbonu var, digərinin bir vahid çox 3 karbonu var. Artıq müəyyən elədik ki, biri glisindir, hansı ki 75-dir maliyyə kütləsi, digəri alanindir, 89-dur. Dipeptid dediyinə görə bunların cəmindən suyu çıxacam. Bu da 146 eləyəcək. Aydındır, yəni bu da qeyri-adi bir şey demədim. İnşallah ki, məndə rahat başa düşdür. Yəni video dəfələrlə baxsaz yenə tam şəkildə mənə elə gəlir ki, tam aydın olacaqdır. Yəni burada çətin bir ifadə işlətmədim. 36-cı sualda burada deməli 34 olmalıdır. 32 yazmışdı. Təbii ki, deməli lafzanı etilen glikolan tereftal turşu əmələ gətirir. Burada da yazıb A-dan X çıxanda təbii ki, A burada deməli etilen glikoldur. Çünki etilen glikolun maliyyə kütləsi 62-dir. Onu əmələ gətirən karbohidrogen etilindir və həqiqətən bunların cəmi fərqi 34 deyil. Demək, biz müəyyənlədik ki, burada A etilen glikoldur, X də etilindir. Onda belə çıxır ki, karbohidrogen olaraq Y deməli paraksil oldu. C6H4, CH3 və B də deməli tereftal turşusudur. COOH, C6H4, COH. Deyir ki, X molekulunda bütün karbonlar eyni hibrid vəziyyətindədir. Bəli, etilində hamısı eyni vəziyyətdədir. B-nin 1 molunun artıq miqdarda natriumla reaksiyasından 1 mol hidrogen alınır. Baxın, B-də 2 dənə COH var. Hidrogenin qabağını yazılan əmsalda COH-ın və OH-ın sayını 2-yə bölürsən. 2 dənə COH 2-yə böləndə 1 eləyir, bəli 1 mol hidrogen. Deyir, Y və tolol izomerdir. İzomer o demək ki, karbonları eyni olsun. Bunun 8 karbonu var, tololun 7 dənə. Xeyr. A-nın molekulunda karbon atomları ikilidir. Xeyr, bunlar birli karbondur, bir dənə karbonla birləşir. Y benzolun homologudur. Bəli, ksilollar deməli benzolun homologu gedir. Ona görə də burada biz 36-cı sualda 5-cini də qəbul edəcəyik. Doğru cavab 1, 2, 5 olacaqdır. 36-da A bəndi olacaqdır. 37-ci sualda glukoza gümüş peroksidlə reaksiya girəndə glikon turşusu əmələ gəlir. CH2, OH, CHOH, 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 COOH. Aydındır? Yox, bir dənə də CHOH, çünki 4 dənə CHOH var. Baxın, 4 dənə asimetrik burada var. Glukozanın özündə 4 dənə asimetrik dəyişmir.
Yəni biz buradan bunu qəbul edirik. Amma riboza hidrogenləşəndə ribozanın özündə CH2 OH, CHOH, 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 CH 3 dənə asimetrik var. Hidrogenləşmə zamanı CH2OH, CHOH, 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 CH2OH bu artıq asimetrikliyi itirir. Çünki sağdan da CHOH, CH2OH-dır. Soldan da CH2OH, CHOH-ına görə asimetrik karbon sayı dəyişir. Burada dəyişəcək. Amma ribozla gümüş peroksidən reaksiya daxil olanda asimetrik dəyişmir. Aydındır. Burada CH2 OH, CHOH, 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 COOH yenə də 3 dənə asimetrik qalacaqdır. 2 xlor propan. Yəni dəyişmir burada. Yəni bunu da biz qəbul edirik ki, deməli bu burada dəyişməyəcəkdir. 2 xlor propan turşusu belə. Burada bu asimetrikdir. Sonra bunun yerinə amonyak nəriyyətə girir. NH2 daxil yenə asimetrik qalır burada, dəyişmir. Ona görə də 37-ci sualda doğru cavab deməli B bəndində öz əksini tapacaqdır. 38-ci sual nəzərdən keçirdək. Deməli yağ karbon H2O, CO, yəni R, karbon HO, CO, R, karbon H2O, CO, R'dir. İndi burada bunların biri 2 moldur, biri 1 moldur. Yəni müxtəlif karbon turşuları, doymuş karbon turşularıdır. İndi bunlardan hansı deməli 2 dənə də hansı bir dənədir. Yəni bilirik ki, burada 2 dənə bir turşudur, bir dənə də ayrı turşudur. İndi biz buna necə yanaşacağıq? Burada yazıram turşunu karbon N, H2N, O2, bir də yazıram karbon N, H2N, O2, bir dənə CH2 artırıram. Çünki bunlar homoloji sırada bir-birlərinə ardıcıl yerləşir. Yəni biri digərindən bir CH2 fərqlənir. Karbon turşusunun formulu karbon N, H2N, O2-dir. Digərində karbon N, H2N, O2 yazıram. Bir dənə CH2 artırıram. İndi deyirəm bunun hansısa 2 moldur, hansısa 1 mol. Ta ki buna 2 mol, buna 1 mol yazıram. Düzdürmü? Fikir verin. 56 mol CO2 alınıb yanmadan. Bu 56 mol CO2-nin 3 dənəsi gliserinin karbonudur. Yerdə qaldı 53 dənə. Fikir verin. Qalan da turşuya aiddir. Burada 2N karbon. Burada da 1'i vururam N plus 1'e. N plus 1 bərabərdir 53. 3N bərabərdir 52. 52'ni 3'e bölmək olmur. Fikrim çatdı yəni. Ona görə biz bunu belə yazacağıq. Bunu 1 mol, bunu 2 mol. Yenə 56 mol CO2 yağın yanmasından aldım. Onun 3 molu karbonu, gliserinin isə 56'dan 3 çıxanda 52 turşuya aiddir. Burada deməli N dənə. Burada da 2'ni vururam N plus 1'e. 2N plus 2 bərabərdir 53. 3N bərabərdir 51. N də buradan bərabərdir 17. Deməli birinin 17 karbonu var. Digərinin 18 karbonu var. Aydındır. Yəni birinin 17, digərinin 18 karbonu var. İndi biz bunu yenə birinin 17 turşunun 17 karbonu, digər turşunun 18 karbonu var. Bunu biz də necə yerləşdirəcəyik? Fikir verin. Tutaq ki, məsəl üçün mən bura 17 dənə karbonsa biri burada da ona görə bura yazıram 16. 18 olanda da bura 17 yazıram. Ki CO ilə 1 yerdə 18-də və hesablayırıq da burada görək həqiqətən 56 mol CO2 uyğun karbon var mı? 3'ü burada. 3'ü burada. 16'sı burada. 34 da bu ikisi bir yerdə. Və hesablayırıq ki, deməli 6 üstə gələk 16 üstə gəl 34 həqiqətən 56 eləyir. Deməli biz burada nə nəticəyə gəldik? Deməli 1 mol kiçik. Deməli MR olan turşudur. Aydındır. Yəni bu şəkildə yanaşacağıq da biz buna. Deməli burada da indi biri oldu deməli 17 karbon olan. Yəni yerinə yazsaq karbon 17 formul çünki belədir bax karbon N H2N O2 da karbon 17 H34 O2. Birində isə deməli dedik 18 karbon. Karbon 18
H36 O2. Yəni birində 17 karbon var, birində 18 karbon var. İndi biz bunların emerlərini hesablayaq. Bunlardan biri 270 eləyir, biri 284 eləyir. Yəni burada birini göstərirlər də təbii ki. Ona görə doğru cavab burada A bəndi olacaq. Yəni başqa buna yanaşma tərzi bilmirəm. Yəni bu şəkildə olacaqdır. 39-da poliakril turşusu karbon H2C H COOH polimerləşmə dərəcəsi endi polimetil metakrilat karbon H2C CH3 CO CH3N sp2 vəziyyətində burada bir dənə karbon var. O da deməli 3 orbital verir. M buradan bərabər, X buradan bərabərdir 3N. Burada da Y bərabər. Burada da bir dənə sp2 vəziyyətində karbon var. O da 3 verir, 3N. Bunların nisbəti deməli 1-ə bərabər olacaq. Və 40-cı suala baxaq. Kalium 3PO4. Gümüş 1 nitrat. Deyir, bunlar eyni həcmli və eyni molekyular qatlıqlıdır. İndi biz burada nə etməliyik? Biz bildik ki, burada çökən gümüş 3PO4'dür. Yəni 3 dənə gümüşdən bir dənə PO4'dür. Ona görə mən gümüşü burada 3 eləyirəm. Bunlar da eyni həcm, eyni qatlıq dediyinə görə mollar eynidir. Yəni bu da 3 götürürəm. İkisini 3 götürdüm. Bu zaman burada 9 dənə kalium var. Burada. 3 dənə PO4 var. Burada 3 dənə gümüş var. 3 dənə NO3 var. Bir dənə gümüş, 3 dənə gümüş, bir dənə PO4-dən gedir. Bax, 3 dənə gümüşlə bir PO4 gedir. Bir PO4. Qaldı 2 PO4. Bunlar da dəyişmir. Gümüş də yoxa çıxdı. Deməli, sonda nə qaldı? Kalium qaldı, PO4 qaldı, bir də NO3 qaldı. Bir daha baş sarı. Burada kalium 3PO4. Eyni zamanda gümüş 1 nitrat. Deyir, həcmləri və qatıqları eyni, yəni molları eynidir. Biz də bildik ki, çökən gümüş 3PO4'dür. 3 dənə gümüşdən 3 dənə PO4'dür. Mən bunu maksimum 3 edirəm. Bunların da həcmləri qatıqları, yəni molları eyni olduğuna görə bu da 3'dür. Bu zaman burada, baxın burada 9 dənə kalium, 3 dənə PO4, burada 3 dənə gümüş, 3 dənə NO3'dür. Mən də dedim ki, 3 dənə gümüşdən bir dənə PO4 çökür. 3 dənə gümüş getdi. PO4'dəki bir dənə gedir. Minus 1. Qaldı 2 dənə PO4. Bəs nələr qaldı? Kalium qaldı, PO4 qaldı, NO3 qaldı. Ona görə 40-cı sualda deməli 1 NO3 bir də PO4. Yəni 40-cı sualda doğru cavab deməli hansılar olacaq? Gümüş qalmır ha. Gümüş qalmadı. NO3 qaldı, kalium qaldı, PO4 qaldı. Bax, gümüş qalmadı, bax. Gümüş yoxdur. NO3 qaldı, kalium qaldı, PO4 qaldı. Yəni 2, 3, 4. Doğru cavab B bəndi olacaq.